Dəstəkçi mühit bilirsiniz nədir? 1. Siz səhv eləyəndə belə sizə deyə bilmək. Zamanında sizi tək buraxa bilmək. Sizi xilas etməyə çalışmamaq. Xilas etməyinizi tələb eləyəcək bir mühit olanda sizi tək buraxmaq əksinə. Əksinə sizə borc verməmək. Əksinə sizi mütəxəssislərə yönəltmək. Əksinə sizə səhvlərinizi üzünüzə demək. Əksinə sizi kənara çəkib vaxtında gəl bunu düzəldək deyə bilmək. Və yaxud da bu mənim xoşuma gəlmir. Bunu necə düzəldə bilərik münasibətimizi davam elətdirə bilmək üçün. Bunları deyə bilmək. Sağlam münasibətdə toksiklik yoxdur. Ya da sağlam münasibətdə siz münasibəti qırmaq üçün bir-birinizi silmirsiniz hardansa, bloklamırsınız. Ya da bir-birinizi cəmaatın içində biabır eləmirsiniz. Ya da yenə də deyirəm, toksik dəstəkləyici mühit əslində toksik dəstəkləyici mühit odur ki, yenə də deyirəm, məsələn, siz 3 dənə deytə çıxdınız, 3-ündə də kişini pisləyirsiniz, kişiləri pisləyirsiniz və o da sizlə bərabər onu pisləyir. Bu toksikdir. Bu toksikdir çünki bu rəfiqə sizə göstərmir bir yol ki, əzizim, sən niyə bu qədər negativ yüklüsən? Gəl baxaq bu tərəfə, bu xoş deyil. Ola bilməz ki, sən 3 dənə kişi ilə görüşmürsən və 3-ü də pis adamdır. Sən toksiksən, gəl bunu işləyək. Xoşa gəlmir bu negativ yaymaq münasibətdə.